Salam hörmətli izləyicilər, axşamınız xeyirli olsun. Ayın 12-sində Hava TV kəndində də sərin oldu. Nəsirvaz kəndinə yağış yağırdı. Xəbər aldım, dedilər ki, TV kəndinə də azdan çoxdan yağıb. Çöl bayırın yağışa ehtiyacı var idi. Keçən günlərdə şam əritmə videomuz var idi. Çox əziyyətli işdi. Şamları qazanda qaynatdıq. Mumunu ayırdıq, çərçivələr hələ də təmizlənməyib. Bir dəfə də bu çərçivələri qaynar suda dezinfeksiya eləyəcəyik. Sterilizasiya daha doğru kəlmə olardı. Nə qədər qab batırmışıq, hələ bir yerə çıxmayıb. Bir teşt, bir qazan, başqa bir teşt. Qəlbləşdirmək üçün bu qazandan istifadə elədik. Bir təhnə, bir vanna, bir dəstə paltardan çıxmış. Görünən çərçivələrdən son məhsul bu qədər oldu. Əritdik, qəlbləşdirdik, həradan belə qəlbləşdirmiş. Elə təhnədəki kimi altını da qaşımırlar, aparırlar. Mum dəyişmə məntəqəsinə ki, mənə mum lis ver. Nəyə bənzəyir o? Ona görə də 1 kiloya 100 qram, 150 qram skitka çıxırlar ki, zibili var. Ancaq bizimkindən heç nə çıxmırlar. Hələ bunu bir dəfə də əridəcək. Üz tərəfidir bu, biraz tutqundur rəngi. Səbəb odur ki, qəlbləşdirəndə tez donubdur. Asılı hissəciklər mumun ortasında donub, onu biraz tündləşdirib. Əgər isti halda 4-5 saat saxlasan, asılı hissəciklər söküntü verir mumun altına. Mumu qaşımışam. Bir dəfə əridəndə bu hissələr də olmayacaq, yapışıb qalacaq aşağıda. O həddə qədər qaşımaq lazımdır ki, sarı çıxsın. Bax, mum aşağıdakıdır. Bu üstdəkilər də az-azıq mum olsa da zibili də bunlar. Bunları qaşıyırsan, sonra yenə əriyir. Bunu təhvil verdiyin mum dəyişmə məntəqəsi də qazaj götürməlidir. Mumun sıxlığı suyun sıxlığına yaxındır. 1 kub santimetrdə 1 qrama yaxındır. Yüngül olduğuna görə suyun üzünə çıxır. Mumun tərkibinə başqa katkılar da katırlar ki, qazaj çox götürsünlər, düz iş görmürlər. O da mumun sıxlığına yaxındır, ancaq müxtəlif üsullarla onu ayırt eləmək olur. Mum heç vaxt xarab olmur. İstəyirsən 1000 illərlə saxla. Ov hamısını qat torpağa, təzədən ərit, çıxacaq suyun üzünə qəlbləşdirəsən. Suyun sıxlığına yaxın olduğuna görə xəttkeşlə ölçüb də nə qədər olduğunu deyə bilərəm. Birinci ölçürəm ki, bu qazanın 1 santimində neçə kiloqram su olur. Ondan sonra mumu ondan müqayisə eləyirsən. Hələ bu qədər də çərçivəmiz var. Uzun müddətli vaxtımız yoxdur ki, onları da sterilizasiya eləyək. Hamısını əridək. Bir qazan ondan olsa 40 litr su tutduğuna görə qazan 37-38 kiloda mum olacaq. Təqribən deyirəm, tam dəqiq hesablamıram. Ancaq bu qazan 50 litr tutur. Əziyyətli iş olduğuna görə çox adam çərçivələri atır, güvə yeyir, hamısı məhv olur. 3-5 dənə çərçivə olsa ona əziyyət çəkməyinə dəymək olmaz, ancaq 1000 dənə varsa hər yüzündən 1 kilo çıxırsa
Onundan 1 kilo, yüzündən 10 kilo, menindən 100 kilo. Strateji məhsuldur. Əgər mumun olmasa, getdin mum dəyişmə məntəqəsində sənə mum listlər verməyəcəklər. Deyəcəklər, mum gətir əvəzinə. Ondan sonra arılar şiddətlə işləyən illərdə elədir. Gedib növbəyə durarsan. Vaxtın çatanda deyirlər sənə mum listi yoxdur. O qədər gedib mum çəkmə başına, yəni mum listlər istehsal olunan sexlərin qapısında boyunlarım düşüb duranlar olub ki, hava qaşqabaqlıdır, buludludur. Limon ağaçlarımızın yarpaqları da yaşıllaşırlar. Evdə sıxıntı keçirmişdilər. Doyunca su da verə bilmirdik. Diblərin peyindən doldurduq. Gün aşırı su veririk. Hələ istilər düşməyib. İsti olsa yayda gündə 2 dəfə. Limona belə formalar verirəm. Kim bilir bunu? Evdə pəncərənin qarşısına yerləşsin deyə dişədən budağı əyirəm. Bağlayıram bu tərəfə. Belə forma alır. Üstdən də düzərtlər çıxır, şiblər sürür. Elə bir dənəsi var idi. Görürəm, hansıdır? Onu da eyni ilə eləmişəm. Çiçəkliyib artıq limonlarımız. Limon tinci, güdara, qarışıq istəyən varsa təmin edə bilər. Cücələrin səsinə gəlmişəm. Toyuğumuz tovuz quşuna oxşuyur. Diqqətlə baxmışam, eyni dəsənlərdir. Cücələrimiz bu setkanın altında böyüyürlər. Axşam buraxırıq, anası özü cücələri çağırıb aparır yuvalarına. Ayaqlanıblar, qanadlarıblar, 10 günlükdülər. Otu nə dartışdırırlar, bir dənəsini tutan. Tovuz quşunun balasıdır bu. Toyuq üstünə kullanır. Çox heçli toyuqdur, balaların yaxşı qoruyur. Heç cücələri tutmaq da olmaz, ayaqlanıblar. Cıldızı kimi qaçırmış, cüc. Bir dənəsini ver mənə balalardan. Bir dənə ver, bir dənə ver. Cüc. Qanadlanıblar, quyruqları da çıxır. Cüc. Necə bir dənəsini tutun. Cüc. Bitti. Toyuq sumur üstüne. Şiş yağlı cücələrdən tutmamış geçsinlər yine. Toyuq balalarına mehriban olmayana deyirlər ki, ilan balaları apardı. Balalarına sahip çıxsın. Şəhli balalarına oxşayır. Onlar belə atletikdir, cəhddirlər. Keçən çox cücə çıxmışdı. Soyuq yerdə saxladıq. Toyuq yiyən itin dərdindən öldü, ikisi qaldı. Bu il o qədər çıxmıyor. 7 dənə idi. Biri öldü, 6'sı qaldı. Əgər satdıq cücə varsa 3 günlük, 5 günlük gətirib toyuğun yanına buraxmaq olar, gəzdir. Bilməm bu saatdan sonra sahib çıxar, yoxsa öldürər. Keçən bir dənəsini yiyə durmaydı, o bir qeyd deyəsən. Orada öldürdü. Nə qədər elədik, ona batırdıq. Üstünə ətər vurdıq, yiyin istəyəməsin. Sər getdik, öldürdük. Yaxşı get yine. Tövlədə axırda balaların da yığıb altına yatacaq, istəyəcək. Tezdən gedib
toyuğun qanadlarından tutub cücəni oradan tutmaq olar. Hələlik bu qədər. Bağda işimiz var. Getdim kərdə çəkməyə.